Salam aleykum, yeni vlogumuza xoş gəlmişsiniz. Necəsiniz? İnşallah yaxşısınız, bir şükürlər olsun. Yaxşıyıq, uşaqları gətirmişəm Funland əyləncə mərkəzinə. Burada elə bir ki, 1 saatı 7 manatdır, 2 saatı 9 manatdır bir uşaq üçün. Çox qəşəngdir həqiqətən. Elə yerləri var. Yavaş ol. Buradan çıxın da bir. Hə, gördüm. Bura nə qəşəngdir, sürüşürsən. Çıx o tərəfdən, buradan o minmə. Oradan sürüşürsən də get. Sürüşmür. Sürüşmür ya. Bir dənə onu çəksin. Yaxşı getmir. Yaxşı sürüşmür. Davay sürüşün. Çok olmasın. Sürüşün, baxıram tez. Davay get. Sürüş. Yo, elə olmaz, düz sürüş. Yox, düz. Şən. Yo, ora olmaz. Belə qəşəng. Başda da. Tez git. Tez git. Get, qayıdacaq indi. Get indi get. Hadi. Dur da, ayağa dur, elə olmaz. Elə olmaz. Oradan çıx, o tərəfdən Əbəlfəz. Yox, oradan. De, oradan. Əbəlfəz. Çıx da, tez çıx. Aferin. Elə olmaz Əbəlfəz, elə olmaz. Davay, indi Əbəlfəz getsin. Göz... Ətdən çıxdıq, gedirik McDonald's-a. Acımısınız? Acımısınız uşaqlar, acımısan bir. Gedək yeməyə. Bunlar ömür boyu McDonald's istəyirlər. Ona görə gedirik. Buradan ayaqla yaxındır McDonald's-a. Gəldik McDonald's-a. Əbəlfəz nəyə baxırsan?
Belə bir sifariş verdim. 22.65. Barmağıma baxın, bugün qaynanama xana qoymuşam saçına. Qapqara qaralıb barmağım. Özü birinə düşüb iminə. Deməli, chicken box götürdük. 17.75. Ketchup, pendirli sos, hamburger. Sokları var idi, almışdım da, ona görə almadım buradan. Tatlı da. İkinci gündən salam aleykum. Canan müəllim. Necəsiz? Canan. Əbiş burada. Əbiş sən necəsən? Burada nəsə? Aa, panda var. Əbəlfəz. Baxın, burada 8-9 noyabra görə. Bu bayramda axı. Panda var. Ki bugün Sumqayıtda biraz alışveriş edəcəyik. Canan özünə, mən də özümə. Bir dənə yer tapaq düşək, birazdan görüşərik. Deməli, xanımlar, sizə demişdim alışverişə gedirəm, amma çəkiliş eləyə bilməmişdim orada. Çünki həm çox insan var idi, həm də özüm də rahat alışveriş eləmək üçün çəkiliş eləyə bilmədim. Amma dedim ki, söz dediyim kimi gəlib evdə çəkilişimi eləyəcəm. Belə bir don aldım özümə. Makaronkadır, qolları bilirsiniz, belə keçitməlidir. Bu arada reklam deyil, yəni öz büdcəmdən almışam. Deməli, Ruqayya butikdən Sumqayıtda yerləşir. Bunu əslində remenlə birlikdə 18 manata satılır bu don. Deməli biz mən 9 noyabrda getdiyim üçün bu don endirimə düşmüşdü 15 manata, amma üstündə remen vermədilər. Bu remen də mən bir dənə ətək almışam. Onun remeni də özüm üstündə belə kombinləmişəm. Amma remenlə alsaydım mən bunu 15 aldım. Amma remenlə alsaydım bunu 18 manata verəcəkdilər. Belə bir don aldım. Bu birinci donum. Məncə qəşəngdir. Həm bunlar standart bədəndir, həm də bunu açıq halda da təbii ki geyinə bilərsiniz. Amma məncə remenlə tamam başqa cür görsənir, daha yaxşı görsənir. Görürsünüz, belə bol bir şeydir. Bol bir geyimdir. İndi inşallah digər aldıqlarımı sizə göstərim. Daha sonra qızlar, Moda Branddən belə bir köynək almışam. Bu da sizə dediyim o həmən ətəkdir. Necə göstərə bilərəm sizə bilmirəm, baxın. Toxumadır, görürsünüz. Belə bir toxumadır, düz ətəkdir. Bunu 25 manat almışam bu ətəyi. Bu köynəyi də ki, adi mağazadan almışam. Deməli, 22 manata səhv eləmirəmsə. Belə bir kombinlədim. Bilmirəm, bunu başqa köynəklə də geyinə bilərəm əslində. Amma hələ ki, belə bir şey kombinləmişəm. Başqa da bir köynək alacağım bu ətək üçün. Remeni də görürsünüz, buradadır. Həmən ki, bəyək paltara taxmışdım. Bu əslində bu ətəyin remenidir. Belə. Və son olaraq da belə bir cins ətək almışam. Bu ətəyi də ki, bunu da şeydən almışam. Bu köynək yoxsa məndə var idi. Hələ giyinməmişəm, etiketləri üstlərindədir. Belə detayları var, düymələri var. Tünd cinsdir. Bunu da 35 almışam, səhv eləmirəmsə, 35-dir ya 32-dir. Bu köynək zaten məndə var idi. Yəni, belə bir şeylər aldım. Canan da özü üçün almışdı, amma o işə gedib, giyinib gedib deyə də onları göstərə bilməyəcəm. Bu arada çox rahat yubqadır. Bir cins ətəyi həmişə istəyirdim. Amma mən xoşlamıram. O ətəyin aşağısı belə gəlir, enli gedir belə. Onları heç sevmirəm. Belə bir düz ətək axtarırdım. Nəhayət ki də tapdım. Belə. Salam aleykum. Bugün uşaqlar bizdə yoxdur. Axır ki tək çıxmış. Axır ki dedik ki son vaxtlarımızda tək çıxırıq. Uşaqları götürürük. Biraz çünki istirahət ehtiyacımız var. Bütün valideynlərin buna ehtiyacı var məncə. Neyse, indi hal-hazırda ailəvi dostlarımızla görüşməyə gedirik. Onlar da uşaqsız gələcəklər. İnşallah gəzməyə gedirik. Birinci, çoxdandır Kanyaseti istəyirdik. Yer tapmışıq içəri şəhərdə. Oranı çəkib sizə də göstərməyə məsləhətli yer olsun. İlk dəfə də gedəcəm. Məsləhətli yer olsun, sizə də məsləhət biləcəm. İnşallah gedərsiniz. Xoşuma gəlməsə bilməyəcəm, yaxşı deyil. Adını da deyərəm hər daha aradım. İndi inşallah gedək, hara getsək, birazdan görüşərik inşallah.
Qoymuram işte. Sırası şey. Hə, çift edəcəm. Burada həmin yerinə turşulağı da yapmışlar, yadımdadır. Deməli xanımlar, bu getdiyimiz məkanın adı Old Baku idi. İçəri şəhərdə yerləşirdi. İnsan həqiqətən çox idi. Yəni nə varsa onu deyəcəm. Turşuları falan, acikası dadlıydı. Yarpaq xəngəl mən yemədiyim üçün deyə bilmərəm. Amma suda bişmişdi. Bəziləri yaxşı idi, bəziləri biraz xəmir kimi idi. Bu qızardılmış gürcü xəngəli var. Üstü elə bir ki, qara-qara nöqtələr, belə qara-qara nöqtələr var idi. O da bilirsiniz nədən əmələ gəlir. Bu yağı çox ki qızardarsan, məsəl üçün pirajki zad bişiririk. Görsən ki, sona yaxın uje pirajki olur. Pirajkin yağında belə qara nöqtələr əmələ gəlir. Bilinir ki, yağ neçə vaxtın yağı qalıb da. O günə qalıb xörəkdə üstündə bişəndə, yəni yapışıb bütün üstünə heç bəyənmədim. Ona görə ikinci dəfə yəni ora getmərəm. Sizə də məsləhət bilmirəm. Yenə də məsləhət sizin. Bunun çox qəşəng havası var. Ki bugün yıxılmaqdan gəlib. Yadında da yer yox.